Sercan İsmailova, Cüzçi xidmətinə müraciət edən xanım siz idi. Nə baş vermişdi, deyə bilərsiniz? Yaxınlaşın. Mən üst qonşuyam. Yuxarıdan baxırdım. Gördüm ki, qonşunun pəncərəsinə bir kişi boylanıb. Əlamətlərini deyə bilərsiniz bizə? Nə geyinmişdi, əlində nəsə bir əşya falan bir var idi? Qara şalvar vardı əynində, ağ paloskalı köynəkdi. Bir də əlində qara çanta vardı. Siz o görmüşsünüz həmin kişini burada? Yox, ondan əvvəl belə adam görməmişdim məhəllədə. Hansı istiqamətdə getdi, deyə bilərsiniz? Elə siz gəlməmişdən 5 dəqiqə öncə belə getdi, bu tərəfə getdi. Oldu, çox sağ olun xanım. Siz evinizə yaxınlaşın, biz özümüz aydınlaşdıracağıq. Sağ olun. Bax, oradan vətəndaş gəlir, əlində sumka. Yaxınlaşaq. Oxşuyur əlamətləri. Saxlayaq. Yaxınlaşaq, onu yoxlayaq. Oxşuyur çox, əlamətlər çox oxşuyur. Vətəndaş bir dəqiqə olar. Sercan Qafarov. Zəhmət olmasa şəxsiyyətinizi təqdim edən sənəd göstərəsiniz. Xeyr, yoxdur üstündə. Nə olub ki, nə məsələdir? Heç narahatçılığa heç bir səbəb yoxdur. Ərazidə müəyyən axtarışla bağlı şübhəli şəxslər var. Sizin əlamətləriniz həmin şübhəli şəxslərə uyğun gəlir. Zəhmət olmasa bizlə yaxınlaşasınız idarəyə. Heç bir hadisə baş vermir baxır. Ustayam mən. Narahat olmayın, yaxınlaşaq orada aydınlaşdırarıq idarədə. Gedək. Buyurun. Verin sumkacı. Anar Hüseynov, siz Nizami rayon Cəmşid Naxçıvan küçəsi ev 59 ünvanının qarşısında dayanarkən polis əməkdaşları tərəfindən özünüzü şübhəli apardığınız üçün saxlanılaraq gətirilmişsiniz. Saxlandığınız vaxt üzərinizdə şəxsiyyət vəsiqənizin olmadığını bildirmişsiniz. Ona görə də rayon polis idarəsinə dəvət olunmuşsunuz. Sizin üzərinizdə şəxsi axtarış keçirildiyi, qanunla dövrəyə qadağan olmuş hər hansı bir əşya öhdəliyinə daşıya edilməlidir. Deyə bilərsiniz, siz hansı səbəbə görə orada dayanmışdınız? Rəis, mən kombi ustasıyam. Həmin mənzildə də mənim dostum qalır, Məmmədov Faiq. Mən çıxdım yuxarı pilləkəndən. Qapısını döydüm, evdə olmadı. Açan olmadı qapını. Telefonuna da zəng elədim, götürmədi. Mən məcbur oldum, boylandım. Boylandım ki, görün bəlkə balkondadır filan. Yəni, bir də geri qayıtmayın sumka ilə. Siz o dostunuzun, tanışınızın nömrəsini deyə bilərsiniz? Bəli. 050 503 21 70. Salam. Faiq Məmmədovdur danışam. Nizami rayon polis idarəsinin təhqiqatçısıdır, sizi narahat edən. Sizin Anar Hüseynov adlı tanışınız var. Sadəcə sizin ünvanın qarşısında özünü şübhəli apardığınız üçün polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Kombi ustasıdır, yəni tanıyırsınız. Çox gözəl. Oldu, heç bir narahatçılığa əsas yoxdur, vətəndaşı yola salacaq. Sağ olun, minnətdarım. Araşdırdıq, dedikləriniz həqiqətə uyğun çıxdı və sizə tövsiyə edirəm ki, daha diqqətli olasınız və üzərinizdə şəxsiyyətinizi təsdiq edən sənəd olsun. Buyurun, gedə bilərsiniz. Yaxşı yol. Sağ olun.